Autizm nədir? Autizmə tam bir tərif verilmir. Autizm ümumiyyətlə ünsiyyətdə çətinlik və davranış elastikliğində çətinlik yaradan inkişaf pozuntusu adlanır. Bir çox alimlər tərəfindən autizmə müxtəlif təriflər verilir, amma autizmin yaranma səbəbi hələ də məlum deyil. Bir çox mənbələrdə əsasən autizm əslində beynin hər hansı bir şöbəsində neyron çatışmazlığı nəticəsində yarandığı irəli sürülmüşdür. İlk dəfə Leo Kanner tərəfindən autizm spektr pozuntusu sindrom olaraq elmdə öz təsvirini tapmışdır, öz təsdiqini tapmışdır və autizm 12-18 ayda diaqnozu qoyula bilir. Autizmi olan şəxslər, yəni uşaqlarda hansı əlamətlər özünü göstərir? Göz kontaktı qurmada çətinlik, emosional ünsiyyətdə çətinlik, ümumiyyətlə emosional duyğuları çətinlik, ünsiyyətdə çətinlik, valideynlərlə, yaxınlarla, cəmiyyətlə sosial bağlılıq cəhətdən çətinlik yaranır və bu uşaqlar demək olar ki, istədikləri halda kimlərsə ünsiyyət qurmurlar. Bu hallar autizm sindromunun əsas göstəriciləri hesab olunur. Hətta 1 yaşdan əvvəl belə autizmə diaqnoz qoymaq mümkündür. Autizm olan uşaqlarda nitq qavrayış zəif olur. Nitq qavrayış və idrak psixi proseslər demək olar ki, normal inkişaf edən şəxslərə nisbətən daha zəif olur. Nitqləri monoton, robotvari olur. Yəni demək olar ki, bu uşaqlarda hətta bəzilərində heç danışmamazlıq görə bilirik. Sözləri kəsər, təkrarlanan nitq, yəni exalaliya uşaqlarda görünür. Necə təkrarlanan nitq? Məsələn, valideynin və yaxud müəllimin, hər hansı bir şəxsin dediyi, hətta etdiyi hərəkətlər belə autizm uşaq tərəfindən davamlı şəkildə təkrarlana bilir. Bu exalaliya adlanır, nitqdə exalaliya adlanır. İdrak və qavrayışı zəif olan autizm spektr pozuntusu olan uşaqlar var ki, onlarda nitq nə ki robotvari və monoton, bəzilərində heç nitq olmur. Sensor həssaslıq, fiziki hərəkətlərə qarşı həssaslıq autizm uşaqlarda görsənir. Hansı ki, burada biz nəyi nəzərdə tuturuq? Sensor həssaslığa uşaqlarda daha çox səsə, işığa və adi toxunuşa belə həssaslıq nəzərdə tutulur. Dediyim kimi, 1 yaşdan əvvəl ona diaqnoz necə qoyulur? İlkin əlamət olaraq məhz elə bu sensor həssaslıqla bunu müşahidə edə bilirik. Uşaq əgər durduq yerə sırf işığı yandıran zaman, işığın gür olmasından, toxunan zaman toxunma hərəkətləri ona düzgün olmadığı halda, yəni ona uyğun olmadığı halda və yaxud səslə qarşı uşaqların tez reaksiya verməsi, ağlaması körpə vaxtından belə biz bunu müşahidə edə bilərik. Bu sensor həssaslıq adlanır və autizm spektr pozuntusu olan uşaqlarda onlar cəmiyyətdə, mühitdə formalaşa bilmirlər. Bu çətinlik onlarda yaradır. Buna görə də bəzi uşaqlarda hiperaktivlik də yarana bilir. Fiziki hərəkətlərdə hiperaktivlik də yarana bilir. Biz bunun qarşısını almaq üçün praktik yollardan, müxtəlif praktik yollardan istifadə edirik. Hansı ki, təbii ki də valideynlə işləməni daha əsas götürürük. Valideynlə təlimçinin işləməsi daha əsas götürülür. Təbii ki də bəzi valideynlər var ki, uşaqlarını təlimə aparırlar, amma sadəcə onunla yetinirlər. Təbii ki də bu belə deyil. Həftənin 2 günü əgər pedaqoq və yaxud psixoloq uşaqla işləyirsə, həftənin 3 günü evdə, ev tapşırıqla birlikdə valideyn də pedaqoqun və yaxud psixoloqun eyni taktikasından istifadə edərək evdə iş görməlidir. Bu mütləq şərtdir. Paralel şəkildə valideyn və təlimçinin, tərbiyəsinin apardığı iş əlbəttə ki, sadəcə təlimçinin apardığı işdən daha effektiv və daha məhsuldar olacaq. Sual oluna bilər ki, autizm spektr pozuntusu sağala bilirmi? Müalicə ilə sağalana bilirmi? Xeyr, tam olaraq sağala bilmir. Ümumiyyətlə, autizm, Down kimi bir çox inkişaf pozulmaları var ki, bunlar tam müalicə ilə sağalmırlar. Onlar sadəcə pedaqoq, psixoloqlar sayəsində sadəcə qismən korreksiya olunurlar. O da cəmiyyətdə öz yerlərini tuta bilsinlər, özlərinin ehtiyaclarını qarşılaya bilsinlər və formalaşa bilmələri məqsədi ilə aparılır. Hansı ki, normal insanlara çatma səviyyələri bir qədər az görsənə bilər, amma ən azından insanlar öz ətraf aləmdə özünü tamamlaya bilirlər. Bu məqsədlə autizmin erkən qarşısının alınması, erkən diaqnostikasının qoyulması mühüm əhəmiyyət kəsb edir. Adi bir xəstəlik məsələni götürək. Biz əgər xəstəliyə tez yanaşma göstərsək, onun müalicəsini tez görsək, təbii ki də onun effekti daha yaxşı olacaq. Amma gecikdikdən sonra artıq biz onunla nə qədər iş görsək də, ilkin görülən iş qədər təbii ki də effekt verməyəcək. Praktik
yolla biz autizm uşaqları necə az da olsa inkişaf etdirə bilərik? Təbii ki də bu normal haldır ki, təlim mühitində ilk seansda uşaqlar təbii ki də aqressiv reaksiya verirlər və bu autizm uşaqlar üçün təbii ki də üstün cəhətlərdən biridir. Aqressiv olurlar autizm uşaqlar, daha çox əsəbi aqressiv olurlar. Hansı ki bu ilk seansla deyil, normal şəraitdə də biz autizm uşaqda bunu görə bilərik. Autizm uşaqlar aqressiv olduqda, əsəbləşdikdə ətrafa çox nadir hallarda ziyan verə bilirlər. Sadəcə özlərinə ziyan verirlər. Əsəbləşdikdə bu nədən irəli gəlir? Bayaq dediyim kimi sensor həssaslıqdan məsələn, həddindən artıq səs duyan autizm uşaq iki əli ilə qulaqları tutur, qışqırmağa başlayır, əsəbləşir və aqressiv reaksiya göstərir. Hətta bəzi elə autizm uşaqlar var ki, özlərinə ziyan verə bilirlər. Yəni buna görə də autizm uşaqlara yanaşmada diqqətli olmaq mühüm əlamətlərdən biridir. Qeyd etdiyimiz kimi autizm uşaqların əsas əlamətlərindən biri göz kontaktı qurmamasıdır. Əgər uşağın göz kontaktı qurmasına yiyələnmək istəyiriksə, o zaman məsələn biz flomasterlə yazı taxtalarında işlər görürük. Flomasterlə təlimçi müəllim özü gözün altına məsələn nöqtələr çəkir flomaster vasitəsilə. Avtomatik uşağın fikri yazı taxtasında yazdığı qələmlə müəllimin gözünün altına qoyduğu nöqtələrə gedir. Və artıq istər-istəməz uşaqda göz kontaktı yaranır və yaxud başqa birini deyək, bu da uşağın diqqətini, idrakını formalaşdırma məqsədi ilə aparılır. Yazı taxtasına nöqtələr çəkirik. Əvvəlcə biz özümüz nöqtələr bir-bir aramla, nizamsız şəkildə nöqtələr çəkirik və bir barmağımızla onları silirik. Bu formada əvvəlcə özümüz, daha sonra uşağın barmağını tutaraq biz bu hərəkəti icra edirik. Uşaq artıq biz bu təlim metodundan istifadə edəndən sonra gözümüzün altına nöqtələr məsələn çəkdikdə artıq uşağın diqqəti avtomatik olaraq ora yönələcək. Hətta elə uşaqlar ola bilər ki, yazı taxtasında sildiyi nöqtələr kimi yaxınlaşıb müəllimənin gözünün altındakı həmin o nöqtələri də silməyə çalışacaq. Məsələn, bu metoddan istifadə etmək olar. Uşağın əl-göz koordinasiyasına mütləq şəkildə diqqət etmək lazımdır. Daha çox uşaqlarda eyniləşdirmə, autizm uşaqlarda eyniləşdirmə prosesi aparmalıdır. Bu SEGEN lövhəsində istifadə edilə bilər. Müxtəlif növ kartlardan, şəkilli kartuskalardan, təsvirlərdən istifadə edərək aparıla bilər. Məsələn, uşağa hər hansı bir təlim görməyə ilk seansda məsələn bu mühüm əhəmiyyət kəsb edir. Bu da təbii ki də valideynlə birlikdə işdə özünü göstərəcək. Təbii ki də valideynə soruşa bilərik ki, uşağın ən sevdiyi əşyanı gətirsin. Məsələn, bunu tapşıra bilərik və yaxud soruşa bilərik ki, uşağın ən çox marağı nədən ibarətdir? Uşaqla iş görən zaman biz ilk seansımızda məsələn uşağa hər hansı bir işi etdirməyə çalışır və uşaq bunun boyun qaçırdır. Bunu həll etmək məqsədi ilə uşağa məsələn deyə bilərik ki, biz bunu edək, sonra sənin istədiyin oyunu məsələn oynayarıq. Məsələn, bir çox uşaqlarda SEGEN lövhəsinə maraq çox olur. Orada müxtəlif təsvirlər olur. Heyvan, meyvə və s. kimi müxtəlif təsvirlər olur. Uşaqların bəzisi ona marağı daha çox olur. Məsələn, uşağa tapşırıq işlədən zaman gəl bunu işləyək, sonra səninlə birlikdə SEGEN lövhəsində iş görəcəyik kimi tapşırıqlardan istifadə edə bilərik. Bu metodla uşağın həm marağını artıracaq, həm də ki, uşaq tez bir zamanda bu tapşırığı yerinə yetirim. Daha sonra istədiyim oyun oynaya bilim məqsədi ilə canla başla bu işi yerinə yetirməyə çalışacaq. Mütləq surətdə uşaqların mükafatlandırılması həvəsləndiriciyə mühüm əhəmiyyət kəsb edir. Hansı ki, məsələn, dərs bitdi, evə uşaq yollanan zaman onun məsələn mükafatlandırma mühüm əhəmiyyət kəsb edir. Hətta hər hansı bir təlimdə müsbət nəticə göstərirsə, onun əlinə məsələn ulduz yapışdırmaqla biz onu mükafatlandıra bilərik. Uşağı təbii ki də növbəti dərslərə can atmağa, dərslərdə iş görməyə can atmağa köməklik göstərə bilər. Bu və ya bir çox metoddan istifadə edərək uşaqları inkişaf etdirmək mümkündür. Təbii ki də biz 1, 2, 3 seansda nəticə ala bilməliyik. Bunu hər autizm üçün nəzərdə tutmuram. Elə uşaqlar olur ki, 3-4 seansa öz nəticələrini göstərə bilirlər. Elə uşaqlar olur ki, 8 seansa qədər artıq heç bir inkişaf mərhələsi görmürük. Autizm uşaqlar normal uşaqlarla müqayisə edildiyi zaman normal uşaqlar oyuncaqlarla onlara mühüm bir əhəmiyyət verərək iş görürlər. Amma autizm spektr pozuntusu olan sağlamlıq imkanları məhdud uşaqlar isə tamamilə fərqli iş görürlər. Məsələn, normal uşaqlara maşın oyuncağını veririk, uşaq maşını sürür.
bildiyimiz kimi maşını normal uşaq sürür. Yəni onun mahiyyətini dərk edərək maşının sürməli olduğunu anlayır və maşını sürür. Oyuncağı elə oynayır. Amma autizm uşaq maşının nə əhəmiyyət kəsb etdiyini anlamır və ona mühüm bir əhəmiyyət yükləmir. Sadəcə onu məsələn qaldırır, təsvirladır, fərqli formada oynayır. Autizm spektr pozuntusu olan uşaqlarda sırayla düzmə anlayışı var. Hansı ki onlar bu onlara simmetriya pozğunluğu adlanır. Uşaqlar əşyaları nizamsız düzüldüyünü görməyə təhammül edə bilmirlər. Yəni qısa deyək ki, uşaqların buna narahat olurlar. Hər hansısa bir əşyanın dağınıq olduğunu görəndə və yaxud bir iki əşyanın yeri biri aşağıda, biri yuxarı olduğunu görəndə onları mütləq surətdə sırayla düzürlər. Məsələn, hansı ki bizim istifadə etdiyimiz oyuncaqlar var, heyvan fiqurları məsələn. Onlar mühüm bir əhəmiyyət yükləyərək, onlar rənglərinə görə və yaxud gördüyü işlərə hansı, məsələn, qidalanmalarına görə sırayla düzməyə baxmayaraq uşaqlar onları ümumiyyətlə sırayla düzürlər də, tam olaraq sırayla, cərgə ilə düzürlər. Onlarda belə bir xüsusiyyətdir. Eyni zamanda autizm uşaqlarda onlar məsələn bir əşyanı sevirlər. Məsələn, autizm uşaq qırmızı balaca topu çox sevir və ona bağlıdır. Ancaq onunla oynayır, eyni yerdə qoyur və hara getsə onunla gəzdirir. Əgər topun fiqurunu, yerini dəyişmədən, onun rəngini belə dəyişsək, artıq uşaq onu istəməyəcək, aqressiv reaksiya bildirəcək. Onlarda artıq anlama qavrama bu cəhətdən inkişaf etməmişdir. Biz autizmin mənfi cəhətlərini saymaqla autizmin mənfi bir inkişaf pozulması olduğunu deyə bilmərik. Təbii ki də normal insanlarda olduğu kimi autizm uşaqlarda da təbii ki də möcüzələr görə bilirik. Onların daxilində yatan gözəl hissləri görə bilirik. Heç bir Down olsun, əqli geri olsun, serebral iflic olsun, autizm olsun, heç birində biz sadəcə onların mənfi cəhətlərini vurğulamamalıyıq. Dəfələrlə onların müsbət cəhətlərini də vurğulamalıyıq. Məsələn, autizm spektr pozuntusu olan uşaqlarda riyazi inkişaf üstün dərəcədədir. Yəni onlar riyazi bacarıqları tez, asan həll edə bilirlər. Məsələn, belə deyək, birinci sinifdə sizin öyrəndiyiniz, məsələn, toplama çıxma, artıq autizm uşaq birinci sinifdə, məsələn, ikinci sinifin materialını da öyrənə bilir. Yəni, öyrənə bilir dediyim nəyi nəzərdə tuturam? Sadəcə riyazi bacarıq barəsində o ikinci sinifin materiallarını da həll edə biləcək dərəcəyə çatır. Buna görə də daha çox biz dərs şəraitində, təlimlərdən kənar, yəni seanslardan kənar dərs şəraitində uşaqların qruplarla işinin təkrarlanmasına mühüm əhəmiyyət yüklüyürük. Çünki fərdi şəkildə uşaqla məşğul olmaq qrupla işləməkdən daha çox fərqlənir. Fərdi şəkildə uşaqla işləmək elə bil ki, sadəcə boş bir qapalı otaqda 2 nəfərin işləməsi kimidir. 2 nəfərin ünsiyyətdə olması, emosional bağlarının olması ilə əlaqədardır. Lakin autizm uşaqlarla normal uşaqların birlikdə qrup işi şəklində işləməsi mühüm əhəmiyyət kəsb edir. Həm uşaqlar sosial baxımdan inkişaf edirlər, emosional bağ qururlar, həm də öz fikirlərini irəli sürə bilirlər. Qruplar şəkildə işdə məsələn bir autizm, məsələn 2 autizm və ya 2 autizm, 3 normal uşaq bir qrupa cəlb edilir. Müəllimin tapşırığı ilə onların yaş və psixoloji xüsusiyyətləri nəzərə alınaraq tapşırıq verir müəllim. Və hər uşaq öz fikrini irəli sürür. Riyazi tapşırıqda təbii ki, dediyim kimi autizm uşaqların üstünlükləri olduğuna görə öz fikirlərini irəli sürürlər. Onların fikirləri düz çıxan zaman təbii ki də özlərini daha enerjik, daha emosional cəhətdən gözəl və ünsiyyətdə açıq hiss edirlər autizm uşaqlar. Təbii ki də müəyyən bir mərhələdə korreksiya işi görmüş autizmləri biz bunu aid edə bilirik ki, duyğu qavrayış, emosional duyğu hisslər onlarda artıq formalaşmış olsun və inkişaf etmiş olsun. Qismən də olsa inkişaf etmiş olsun. Autizm uşaqların bəs nitqini necə inkişaf etdirə bilərik? Nitqi bayaq dediyim kimi əhalaliya gözlənilə bilir. Robotvari monoton nitq görə bilirik bu uşaqlarda. Yəni onların korreksiyası üçün əvvəlcədən loqopedə müraciət etmək lazımdır. Xüsusi aparatlar vasitəsilə, xüsusi qurğular vasitəsilə, xüsusi metodlar vasitəsilə uşağın dilini inkişaf etdirmək mümkündür. Biz bilirik ki, normal uşaq 5 yaşına qədər danışa bilməlidir. Lakin autizm uşaqlarda ilk 3 illik yaşam ilində autizm uşaqlar demək olur ki, danışa bilmirlər, yəni danışmırlar. Daha sonraki mərhələdə artıq onların yaşı artıq keçdiyinə görə yeni sözlər deyir və normal uşaqlarda nisbətən artıq danışmada bir qədər geri qalırlar.
Biz autizm uşaqlarda bunu görə bilirik. Bayaq da dediyim kimi, autizmin tez diaqnozunun qoyulması, tez üzərinə düşülməsi və ona korreksiya edilməsi mühüm əhəmiyyət kəsb edir. Hansı ki, autizm uşağın gələcək yaş xüsusiyyətinə əsasən, yəni müəyyən bir yaş keçdikdən sonra bunun inkişaf etdirilməsi dayana bilər. Yəni uşaqlıqda ala biləcəyimiz nəticəni biz məsələn 15-16 yaşında ala bilmərik. Yəni təbii ki də almaqda da çətinlik yaranacaq. Tutaq ki, elə adi nitqin inkişafı vaxtı-vaxtında mütləq şəkildə görülməlidir. Təbii ki də nitq müəyyən bir yaşdan sonra artıq valideyn görür ki, uşağım danışmır, loqopedə müraciət edə bilər. Diaqnozu təbii ki də nevroloq qoyur, daha sonra özü psixoloqa, loqopedə və yaxud xüsusi tərbiyəçi, müəllimə, pedagoqa yönləndirə bilir. Mənim izah etdiklərim bu qədər. Əlavə sualları olan varsa, buyursun, suallarını verə bilər. Salam, axşamınız xeyir Arzu xanım. Salam. Gözəl suallar üçün təşəkkür edirik. Autizm belə spektrum olan uşaqda da belə deyim, lap ağır formada yox, yüngül olanda çox danışmağı sevirlər onlar. Yəni uşaqlar daha çox ikisilərinə qapanıq olduğuna görə bayaq dediyim kimi ünsiyyət qurmaqda çətinlik çəkirlər. Yəni istəmirlər ünsiyyət qurmaq. Məsələn, evinizə bir qonaq gəldi, qohumunuzdur. Uşağın onu sevib sevmədiyini belə siz anlaya bilməzsiniz. Onu öpməyə çalışanda uşaq çəkinir məsələn. Onunla ünsiyyət qurmaqda çətinlik çəkir. Yəni autizm spektr pozuntusu olan uşaqların siz dediyiniz kimi biraz yüngül forması, onlarda nitq qismən inkişaf etsə də, onlar çox danışmağa çox da meyil etmirlər. Aydın, çox sağ olun, təşəkkür edirəm. Hoşdur, buyurun. Burada da suallar yazan var. Autizmdə olan uşaqlar normal uşaqlarla birgə eyni məktəbə gedə bilir, yoxsa xüsusi məktəblərə gedir. Əslində əvvəllər onlar üçün evdə təhsil mümkün idi. Lakin sonralar Konstitusiyasının qərarına əsasən, Təhsil Nazirliyinin qərarına əsasən uşaqlar məktəblərə, normal uşaqlarla birlikdə məktəblərə cəlb olundu. Onlar da bərabər uşaqlarla, normal uşaqlarla eyni hüquqa malik olduğunu bildirilsin. Onlar cəmiyyətin təcrid olunmasın deyə onlar məktəblərə cəlb olundu. Bəzi problemlər təbii ki də yaşanır məktəblərdə. Məsələn, müəllim 45 dəqiqə ərzində normal uşaqlarla birlikdə autizm uşağı dərs keçə bilmir. Məsələn, autizm uşaq yerində durmur, aqressiv reaksiyalar həddindən artıq çox göstərir. Təbii ki də bu problemlər baş verir. Bunun üçün də nəzarətçi müəllim mütləq şəkildə autizm uşağına sırf məşğul olmalıdır. Mən bağça müəlliməsiyəm, qrupda autizm uşaq var idi, amma ünsiyyət qurmaq istəyirdi. Uşaqlarla oynamaq istəyirdi, uşaqlar ondan qaçırdı. Bu halı biz təbii ki də özümüz aradan qaldırmalıyıq. Bayaq dediyim kimi qruplarla oyunlar təşkil etməliyik. Hər kəsin öz fikirlərini bildirməsinə köməklik göstərməliyik. Bu çox gözəl bir şeydir ki, autizm uşaq özü ünsiyyət qurmaq istəyir. Bu təbii ki də özü özlüyündə bir inkişaf mərhələsinə çatmışlığı bildirir. Uşaq özü inkişaf etmək, özü ünsiyyət qurmağa səy göstərir. Lakin cəmiyyət tərəfindən təcrid olunursa, biz bunun özümüz qarşısını almalıyıq. Qruplarla oyunlar təşkil etməliyik. Elə bir şərait yaratmalıyıq ki, uşaqlar mütləq sürətlə bir-birlə əlaqədə ola bilsinlər. Salam, autizmli uşaq çox sakit ola bilərmi? Çox sakit ola bilərmi dedikdə, biz sadəcə danışmamağı nəzərdə tuturuqsa, bildiyimiz kimi bəzi elə uşaqlar var ki, onlarda əgər nitq inkişaf etdirilmirsə, onlar heç danışmırlar. Yəni tamamilə danışıq qabiliyyətini, nitqini itirirlər. Lakin sakitlik baxımından aqressiya, əsəbiyi nəzərdə tuturuqsa, bu autizm uşaqlar üçün səciyyəvidir. Çünki autizm uşaqların özləri zaten adi bir dəyişiklikdə belə əsəbi reaksiya, aqressiv reaksiya göstərə bilirlər. Tam durun, emosional partlayış zamanı ən doğru yanaşma nədir? Emosional partlayış zamanı ən doğru yanaşma tərzi nədən ibarətdir? Məsələn, sizin hansısa bir emosional duyğunuz həddindən artıq çox özünü göstərirsə, məsələn, burada biz ən çox həyəcana yer veririk, insan daha çox həyəcanlanır. Bunun qarşısını almaq üçün təbii ki də insan nə ilə sakitləşirsə, məsələn, hər hansı bir insan olsun, musiqi olsun, ona yönəlməlidir. Salam, axşamınız xeyir, axşamınız xeyir. Bu cür hallarda uşaqlar özlərinə xəsarət yetirməyə cəhd göstərə bilər, gözdən kənar qaldıqda. Təbii ki də, məsələn, mən özüm tərbiyəçi müəlliməmin mənə göstərdiyi bir misalı çəkirəm. Uşaq dərs zamanı
məktəbdə, adi məktəbdə dərs zamanı autizmli uşaq idi. Autizm uşaq birdən göz ayrıldısa, autizm uşaq çıxıb gedib, məsələn, anlamır. Məsələn, bu uşaq yol keçəndə bunu maşın vura bilər. Bu onun idraki tam olaraq inkişaf etmədiyinə görə uşaq bunu anlamır. Bu səbəbdən də uşaq bunu anlamır və bu səbəbdən də təbii ki də bu hallar gözlənilə bilər. Özünə ziyan vermək, təbii ki də aqressiv halda zaten özünə ziyan verir. Məsələn, çox səs, həddindən artıq səs yükləndikdə uşaq iki əli ilə qulaqlarını tutur, qışqırır, hətta özünü çimdikləyə bilir, özünə ziyan vermə halları görə bilirik. Danışıq var, özünə qapalı uşaqdır. Autizm uşaqlarda danışıq təbii ki də özünə qapalılıq əsas xüsusiyyətlərdən biridir. Autizm uşaqların elə formaları var ki, onlar danışa bilirlər, nitqləri var, yəni qismən də olsa nitqləri var, amma təbii ki də onlar əsas xüsusiyyətləri özünü göstərir. Emosional bağlı olmur, ünsiyyət qurmur, bu hallar özünü göstərə bilir. Autizm olan uşaqlarda yaş artdıqca bu sindrom müalicə edilərək aradan qalxa bilər. Bilərmi? Bayaq mən bunun haqqında bir fikir bildirdim. Autizmə nə qədər tez diaqnoz qoyulsa, təbii ki də biz zaten 1 yaşından əvvəl də olsa, zaten uşağın əgər yaşı 5-i keçsinsə, bu gözlə görünən bir haldır ki, bu uşaqda hər hansı bir inkişaf pozulması var. Təbii ki də həkimə, nevroloqa müraciət vacibdir. Bu zaten gözdən görünən bir şeydir. Amma əgər tez diaqnoz qoyub üzərinə tez düşüb korreksiya işi aparılırsa, təbii ki də tez nəticə alır. Əgər bayaq dediyim kimi, mən 5 yaşında uşağın korreksiya işini görürəmsə, ondan tez nəticə alacağam. Amma 15 yaşında uşaqdan həmin 5 yaşında uşaq səviyyəsində olan 15 yaşında uşaqla iş görürəmsə, ondan gec nəticə alacağam. İlkin mərhələdə hər işi yerində görmək lazımdır. Məsələn, siz özünüz misal, beyninizə canlandırın, misal çəkində. Məsələn, 5 yaşında uşaq əgər saymağı, yazmağı, məsələn, 1-2 rəqəmləri yazmağı öyrənsə, bu onun üçün daha yaxşı mı olar? Yoxsa 7 yaşında öyrənsə daha yaxşı olar? Yəni, hər bir şeyin müəyyən bir vaxtı var. Hər şeyin tez inkişafı, onun gecikmiş inkişafından daha yaxşıdır. Qrup fəaliyyətlərinə qoşulmağı necə öyrədə bilərik? Özünüz qruplarla oyunlar təşkil edə bilərsiniz. Məsələn, şəkilli kartuşkalardan istifadə edə bilərsiniz. Hər uşaqla fərqli şəkilli kartuşkalar verə bilərsiniz, fərqli formada. Onların cümlə qurmağı tələb edə bilərsiniz. Və yaxud müəyyən bir səhnəcik, rollu oyun verə bilərsiniz uşaqlara. Hər bir uşağı qrupa ayırırsınız. Məsələn, qrupda 10 uşaqsa 5-5 qrupa ayırırsınız. Həm bir autizm olan, həm normal uşaq olan qruplara ayırırsınız və səhnəcik verirsiniz. Özünüzdən yeni ideyalar tərtib edə bilərsiniz, səhnəciklər tərtib etməyə tapşıra bilərsiniz uşaqlardan. Məsələn, autizm uşağa qoca baba rolunu məsələn verə bilərsiniz. Məsələn deyirəm, başqa uşağa yoldan keçən balaca uşağı misal verə bilərsiniz və yaxud belə səhnəcə rollu oyunlar göstərir uşaqları ünsiyyət qurmağa, sosial olmağa sövq edə bilərsiniz. Bu təbii ki də bir misal idi. Özünüzdən ideyalar təşkil edərək uşaqları elə bir mühitə sövq etməlisiniz ki, uşaq mütləq sürətlə normal uşaqla autizmli uşaq birlikdə işləməyə səy göstərsin. Valideyn necə bildirmək lazımdır? Çünki bəziləri uşağın autizmli olduğunu qəbul etmirlər. Biz bilirik ki, autizm xəstəlik deyil. Təbii ki, dövlət sistemində autizmin xəstəlik adlandırılması tamamilə yığışdırılıb, yəni demək belə qadağandır. Autizm sadəcə fərqlilikdir. Məsələn, belə izah edə bilərsiniz. Mən və valideyn, məsələn, mən özüm valideynə necə bunu izah edərəm? Valideyn gəlib və mən təbii ki də uşaq psixologiyası üzrə diaqnostika işi aparıram. Bu təbii ki də nevroloqun işidir. Valideyn gəlib mənim yanıma və autizmli uşağa diaqnoz qoymamı istəyir. Yəni, hansı diaqnozda olduğunu, nə səviyyədə olduğunu, necə olduğunu soruşur. Mən ona necə reaksiya verərəm? Mən deyərdim ki, şəxsən, məsələn, valideyn soruşdu, mən səninlə eyni xüsusiyyətə malikəm, eyni fəaliyyəti görürük, ikimiz də, məsələn, pul qazanmaq üçün işləyirik, bura gedirik, buranı gəzirik, bu formada düşünürük. Məsələn, riyazi əməllər olsun, Azərbaycan dilinin tapşırıqları ikimiz də eyni formada qavrayırıq. Amma sizin övladınız bizdən fərqli olaraq onu başqa dünyada görür. Onun başqa bir dünyası var, onun özünə məxsus bir dünyası var. Özü öz dünyasında həmin anlayışları fərqli formada görür. Məsələn, mənim anladığım
Azərbaycan dilindən nitq hissəsini o fərqli cür anlayır. Öz dünyasında özünə aid olan formada öz istədiyi kimi anlayır. Yəni belə adlandıra bilərik. Biz də bir onu qeyd edə bilərik ki, autizm uşaqlarda delfinoterapiya, təbii ki də bütün terapiya növləri mümkündür, amma delfinoterapiya üstünlük təşkil edir. Hansı ki mən bir film izləmişdim. Həmin filmdə uşaq sadəcə delfinlərin işi ilə hərəkət edirdi. Delfinoterapiya uşaqların delfinoterapiyanı təbii ki də gözlə görsəz biləcəksiniz ki, uşaqlar həm su ilə təmasda olurlar, həm də canlı bir heyvanla emosional bağ onlar arasında yaranır. Bu onlarda korreksiya işini sürətləndirə bilir. Hansı terapiya üsulları daha effektivdir? Qum terapiyası, art terapiya, qum terapiyası, art demək olar ki, bütün terapiyalar, amma mən əsasını delfinoterapiyaya üstünlük verərdim. Uşaq həm cəmiyyətlə, həm su ilə birbaşa təmasda olur, həm də ki, canlı delfinlərlə, yəni gördüyünüz kimi bir heyvanla, canlı aləmlə təmasda olur bu uşaq. Yəni mən əsasən onun üstünlük təşkil etdiyini bilirəm. Belə uşaqlara həddindən artıq sevgi hiss etdirmək daha doğrudur, yoxsa belə hallarda hisslənir, özünü narahat hiss edir. Yəni siz demək istəyirsiniz ki, normal uşaqlarla eyni səviyyədə mi biz onlara baxmalıyıq, eyni səviyyədə mi qayğı göstərmək? Xeyr. Autizmli uşaqlar normal uşaqlara nisbətən ümumiyyətlə sağlamlıq imkanları məhdud olan bütün uşaqlar normal uşaqlara nisbətən daha çox qayğıya ehtiyac duyurlar. Biz onlara daha çox qayğı göstəririk. Mən sadəcə demirəm gedin uşağı əzizləyin, öpün deyin. Hə, sən nə istəsən odur, baş üstə, bunu alaram, bunu istəyirsən, bunu verərəm, tək sakitdir. Xeyr, bundan ibarət deyil hər şey. Biz işimizi elə görməliyik ki, məsələn, təlim prosesində autizm uşaqla işi mən məsələn necə izah elədim, gözümüzün altında məsələn karandaşla işarələrsə, praktik üsullar, flomasterlə məsələn, SG nöqtəsinə işlə. Mən demirəm ki, uşağı əzizləməklə siz bunu eləyin, biz sizə bunu hədiyyə edəcəyik. Bu formada deyil. Mənim də təbii ki də tərbiyəçi də öz işini layiqilə yerinə yetirməli. Müəyyən bir ciddilik təsviri olmalıdır onun üzündə. Sadəcə uşağa aqressiv reaksiya göstərilməməlidir. Normal şəkildə təbii ki də dərslərin təşkili mümkündür. Belə uşaqlar fiziki cəhətdən ağrı hiss edirlərmi? Uşaqlarda fiziki cəhətdən ağrı əslində olmur. Yəni fiziki bir problem olmur autizm uşaqlarda, amma bir qədər keçdikdə, yəni sensor həssaslıq, ətraf mühitdə, yəni cəmiyyətdə onların formalaşmasına çətinlik törətdiyinə görə bəzi uşaqlarda hiperaktivlik yarana bilir. Bu halları görə bilir. Hətta ən böyük səviyyədə autizmli uşaqlarda əqli geriliyi belə yaranır. Əqli cəhətdən çətinliklər yarana bilir. Bu hallar mümkündür. Amma yüngül autizm uşaqlar, sadəcə nitqində idrak problemləri olan uşaqlarda fiziki cəhətdən ağrı hiss edilmir. Salam müəllim, axşamınız xeyir. Salam, axşamınız xeyir. Məsələn, bir uşaq çox qışqırır da, əsəbidir, dəhşət əsəbidir. Demək olar ki, məsələn, dediyini eləməyəndə başlayır qışqırmağa, əsəbləşməyə. O uşaqlar da belə. 5 yaşında uşaqlar. Bəli. Normal uşaqdan danışır. Yox, bilmirəm, indi bu o cürdür, yoxsa, amma ki, məsələn, sizdə qışqırır, onu çırpır, məsələn, qardaşını vurur. Yəni belə... Əllərin qıcamağı, əllərin belə yumur, istəyir vurmaq, istəyir vura bilmir. Uşağın 5 yaşı var deyirsiniz, düzdür? 5 yaşı var, hə. Nitqi düzgündürmü? Hə, maşallah, bir şey danışır, çatdıra bilir, söylü deyə bilir. Emosional cəhətdən sizinlə arası yaxşıdır. Adam gələndə utanır, qaçır. O normal, amma sizlə əsasən valideynləri ilə emosional cəhətdən bağlılığı varmı? Hə, maşallah, fikrini çatdırır, qəşəng deyil. Çox dəhşət əsəbliyini verir də, brozə verir. Başa düşdüm. Biz yəni bu mövzuları daha çox keçən zaman bir çox valideyn var ki, təbii ki də bizim oxuduğumuz müddətdə də biz mövzular keçən zaman valideynlərin bir çoxu normal olan uşağı təbii ki də buna diqqət yetirmirlər, amma mövzunun dərinliklərinə getdikdə bəzi xüsusiyyətləri uşaqlarında görüldü. Görəsən mənim övladım da autizmdirmi? Onda da bu əlamət var kimi fikirlərlə gəlir. Xeyr, bu fikirlərin sadəcə biri, yəni məsələn uşağın nitqi, uşağın 2 yaşı var və yaxud 3 yaşı var, uşağın nitqi zəifdir, mənim uşağım autizmdir demək düzgün deyil. Autizm uşaqlarda bütün xüsusiyyətlər özünü göstərməlidir. Göz kontaktının olmaması, nitqdə azca da olsa
fəsadlıq. Yəni demirəm uşaq heç danışmasın. Robotların nitqi varsa, göz təması da çətinliyi varsa, ünsiyyət qura bilmirsə, emosional cəhətdən tamamilə içinə qapanıqdırsa, uşaq sadəcə qonaq gəldi, onunla görüşmədi, utandı, qaçdı otağına, bu hal deyil. Adi utanmağın özü belə emosional bir xüsusiyyətdir. Aha, tamam, ikinci linkimə göndərəmsə yönləndirərsiniz qrupa. Adi onun özü belə, xüsusiyyətin özü belə, utanıb qaçmağı belə, özü belə bu uşağın daxilində emosional bir hissdir. Yəni emosional bir halətdir bu uşaqda özünü göstərir təbii ki də. Uşağın özünə qapanıqlığı bu müxtəlif yaş qruplarında da özünü göstərir. Hətta böyüklər belə bəzi qonaqlar yanında utanıb qaçırlar. Zoom-un vaxtı olduğuna görə bu bitəcək. Növbəti Zoom-da geri qalan suallara cavab verəcəm. Burada 2 dənə sual var da onu cavablama. Məsələn, uşaq yıxılanda əzilənmə sualdır. Bir də bir nəfər sual yazıb. Belə uşaqlarda gündəlik rutin necə olmalıdır? İkinci linkdə bu sualların hər birinə cavab verəcəm. Narahat olmayın. Yəni bitməsinə az qalıb. Ona görə sözüm yarıda qalması istəyirəm. Kim istəsə belə səsi də açıb sualını ünvanlaya bilər. Narahat olmayın. Uşağın əgər utanaqlığını aradan qaldırmaq istəyirsinizsə, o zaman özünüz uşağı cəmiyyətə cəlb eləməlisiniz. Evdə qapanıqlığa üstünlük verməyin. Çölə çıxın, adi parka gedin. Park mühitində gəzən zaman məsələn yeni insanlar, yeni dostlarla onları tanış eləyin. Yəni tutmayın, yəni tanımırsan uşağı, getmə onun yanına, o sənə ziyan verəcək. Xeyr, belə eləməyin. Uşaqlar emosional cəhətdən həm güclü olsunlar, yəni həm özlərini qorumağı bacarsınlar, həm də ki sosial olmağı bacarsınlar. Bu hallara yol verin. Bu sizin dediyiniz bu autizmin bir əlaməti ilə, xeyr, sırf bu autizmin əlaməti deyil, normal uşaqlarda bunlar çox görülür bu hallar, yəni narahat olmayın. Digər başqa narahatçılığınız varmı? Dərsinə çox şeydir, belə səhlənkarlıq eləyir, oxumaq istəmir. Ancaq telefonla vaxt geçirmək istəyir. Başa düşdüm. Deməli, uşağın 10 yaşı var və içində çox qapandı. Bu hallar, mən bundan çox yaxşılaşmışam. Məsələn, müşahidə eləyərək görmüşəm də. Sadəcə yemək masasına belə uşaqlar, məsələn, yemək masasında oturanda da valideynlərlə, məsələn, ünsiyyət qurmurlar da. Sadəcə telefonla məşğul olurlar, otaqlarına daxil olurlar və otaqlarına çıxmırlar. Hətta qardaşı ilə, bacısı ilə belə söhbət eləmək istəmir. Bu, təbii ki, emosional cəhətdən uşağın içinə qapanıqlığıdır. Bu, bəzən depressiya ilə də özünü göstərə bilər. Deyə bilərsiniz ki, 10 yaşlı uşaqda depressiya nə deməkdir? Xeyr. Depressiya yaşa baxmır. Uşağın daxilində olan müəyyən problemlər nəticəsində bu büruzə verə bilər. Uşaq, məsələn, dərs stresindən və yaxud ailə stresindən, hər hansı bir şey düşünməsi nəticəsində bu, təbii ki, də uşaqda yarana bilir. Bu halları biz görə bilirik. Təklikdə əgər siz övladınızla oturub danışsanız, onun səbəb-nəticə əlaqələrini sorursanız, onun maraq dairəsi, mütləq uşağın maraq dairəsi olacaq nəsə var. Elə düşünürəm. Yəni, var sizcə, sizin də müşahidəniz əsasında uşağınızda gördüyünüz elə bir hal var. Onun maraq... Təpət eləmişəm, baxmışam, gəlmək istəyir. Amma yenə o boşluq bir də başlayır, davam eləmək. Anlıq bir hissdir. Mən sadəcə onunla oturum, motivasiya eləyim. Motivasiya eləyəndən sonra uşaq, bəli, motivasiya olur, güclənir, əksinə daha çox ünsiyyət qurmaq istəyir. Sonradan bu həvəs ölür. Bunu bir yox, bir neçə dəfə təkrar eləyin, onun maraq dairəsini çoxaldın, telefondan çalışın, uzaq tutun. Özünüz nə qədər əgər aqressiv reaksiya versə belə, demirəm, görməməzlikdən gəlin. Sadəcə telefonu çalışın, ondan uzaq tutun. Belə bir bayaq dediyim kimi, autizm uşaqda ona aid deyil, amma belə bir mülahizə var ki, eynidir. Siz onunla istədiyiniz hər hansı bir həyat fəaliyyətini görün, işi görün. Məsələn, adi evdə, məsələn, ana yemək pişirir, övladına desin ki, məsələn, qızınızın 10 yaşı var da, gəlsin yanınızda qalsın və yaxud hər hansı bir işdə sizə kömək etsin. Məsələn, deyirəm, sadəcə sırf işdən söhbət getmir, hər hansı ev tapşırığı olsun, uşağınızla işləyin. Sonra onu mükafatlandırmaq məqsədlə həm telefon verin, həm parka gəzməyə çıxardın. Məsələn, belə hallarda yol verərək uşağa həm motivasiya eləmiş olursunuz, həm də motivasiyanı canlı şəkildə uşağa praktik formada göstərmiş olursunuz. Çox sağ olun.
Aha, başlayın. Uşaq yıxılanda, əziləndə ağrı hiss edirmi? Aha, bu sual bayaq verilmişdi. Autizm uşaqlar, onlarda bəzilərində, yəni ağır dərəcələrə çıxmaq şərti ilə bəzilərində bəli, yıxılanda, o da hər hansısa bir müəyyən səviyyə keçdikdən sonra yıxılanda ağlayırlar. Yəni təbii ki də normal uşaqlar kimi bürüzə verə bilir. Daha çox autizm uşaqlarda əsəbilik, ağlama halları onlarda sensor həssaslıqda özünü göstərir. Həddindən artıq səsdə, həddindən artıq məsələn toxunmada, işıqda belə. Məsələn uşaqların işıqlara qarşı sensor həssaslığı var, düşünə bilirsiniz. Bunun əsasında özünü göstərə bilir. Autizm uşağa diqqətlə yanaşılsa, təbii ki də o hal aradan qaldırılacaq. Başqa sual var? Görürəm ki, başqa sual olan yox. Bir sualında var. Mən bu sualları çox Problem yoxdur, buyurun. 2 yaşında uşaqlar oğlan uşağıdır. O da biraz əsəbidir. Yəni ki, demək olar ki, danışır. Məsələn, bəzi şeyləri danışa bilir, deyə bilir. Amma sadəcə qışqırır, əlini basır ağzına qışqırır. Mütləncə qışqırır. Elə bir qışqırır ki, 2 yaşında normal. Normal uşaqdan danışırıq da. Bəzi deyiblər ki, uşaq məsələn, ana bətnində zədə alır. Ondan ola bilər. Amma ki, belə çox əsəbidir, dəhşət. Bir şey, məsələn, verməyəndə götürüb çirtmə gələr. Əslində əsəbilik müasir dövrdə Aha, əslində əsəbilik dediyimiz kimi müasir dövrdə üstünlük təşkil edən bir şeydir. Yəni bunun qarşısını almaq, yəni qloballaşan bir problemdir əsəbilik əslində, nevroloji əsəbilik. Mən demirəm, uşağın 2 yaşı var deyirsiniz. Yəni bu müəyyən formada özünü korreksiya işi görə bilər. Yəni biraz üzərində işlənilən zaman, əsəbin korreksiya işi zamanı işlənilən zaman bunu aradan qaldırmaq mümkündür. Nə qədər ki uşağın 2 yaşı var, üzərinə düşmək mühüm əhəmiyyət kəsb eləyir. Uşağın 2 yaşı varsa, biz uşaqla müəyyən işlər gördüyümüz zaman əsəbi korreksiya eləyə bilərik, bu mümkündür. Əsəbi korreksiya eləmək təbii ki də ən çətinindən biridir, çünki nevroloji əlamətlərdə üstünlük təşkil eləyir burada. Buna görə daha diqqətli yanaşmağa səy göstərmək lazımdır. Çox sağ olun, sağ olun. Salam. Bu mövzular nəyə aiddir? Mənim burada dediyim onlar hamısı autizmə aid, amma suallar kim necə istəyirsə elə verə bilir. Uşaq hər şeyə görə ağlayır, adi bir şeyin üstündə də ağlayır, deyir ki, nə olub, demir 5 yaşı var. Uşaq sadəcə hər şeyə ağlayır, amma nə olduğunu sizə demir. 5 yaşı var. Uşağın nitqi ümumiyyətlə varmı? Uşağın, məsələn, adi ilkin uşaq dil açan vaxtı və ya bu anlayışları formalaşır da, biz bunu bilirik. Yəni, müəyyən sözləri deməyə bacarmır. Sadəcə ağlayır, yəni günün 24 saatı ağlayır, reaksiya verir hər şeyə. Yəni, bu hallarla müraciət edə bilirsiniz, bu halları müşahidə edirsiniz. Autizmlə bağlı ən çox rast gələn yanlış fikirlər hansılardır? Autizmlə bağlı ən çox rast gələn yanlış fikir ondan ibarətdir ki, autizm uşaqların bir, məsələn, normal insanlar kimi gələcəkdə fəaliyyət göstərə bilməzlər, iş fəaliyyəti göstərə bilməzlər deyilər fikirlər. Sonra autizm uşaqlar normal uşaqlar kimi onların bir qeyri-adiliyi ola bilməz kimi fikirlər və yaxud bildiyimiz kimi autizm uşaqlar da müəyyən bir yaş həddinə çatır. Bəzi insanlar deyir ki, onsuz evlənmək olmaz, autizm uşaqdır, onun uşağı da autizm doğulacaq kimi yanlış fikirlər var. Yüngül autizm nə vaxtsa tam sağalıb sosial cəmiyyətə qatıla bilərmi? Heç bir autizm tam sağalıb sosial cəmiyyətə qatılmır. Sadəcə mütləq şəkildə mütəxəssis tərəfindən korreksiya edilib cəmiyyətdə öz sosial statusunu qoruya bilər. Bu mümkündür. Amma tam şəkildə bütün əlamətləri sinsin, normal insana çevrilsin deyə bir hal yoxdur. Mən 6-da oxuyuram. Azərbaycan dili dərslərinə girəndə, necə deyim, biraz sinifdə gəzir, ora-bura, sadəcə Azərbaycan dili dərsindən digər dərslərdə yox.
Düşmədim. Ən 6-da oxuyuram. Azərbaycan dili dərsinə girəndə necə deyim, biraz sinifdə gəzir, ora-bura yazıram. Yəni bu daha çox hiperaktivlikdən özünü göstərir. Yəni birinci əlaməti hiperaktivlikdən özünü göstərir. Məqalanı deyə bilmərəm. Sualınız nədir? Autizm genetik faktor daşırmı? Xeyr. Bayaq onu deyirdim ki, yəni səhv fikirlərdən biri ondan ibarətdir ki, autizm uşaq böyüyəndə evlənməsin. Onun övladı da autizm olacaq. Xeyr. Bu hal yanlış bir fikirdir. Autizm genetik bir faktor deyil. Əslində genetik faktor kimi büruzə verib, amma genetik bir faktor deyil. Heç yaranma səbəbi dəqiq deyil. Bəzi alimlər fikirləşirlər ki, autizm beyində hər hansı beynin bir şöbəsində neyron çatışmazlığıdır. Bu təbii ki də bəzi hallarda genetik faktora yiyələnir, amma xeyr, genetik faktor deyil. Yəni olmuyor. Doğulan zaten mesela Azərbaycanda gündə doğulan 10 uşaqdan birində autizm görünür. Mesela 10 uşaqdan birində. Bu bilirsiniz nə qədər böyük bir əlamətdir. Bu sadəcə indiki dövrdəki qidalardan, ananın hamiləlik dövründə keçirdiyi stresslərdən və sair digərlərdən irəli gəlir. Hoşdur, hər zaman buyurun. Başqa sualı olan var mı? Fərqi yoxdur, autizmlə bağlı olur, olsun, fərqi yox. Əşrəfova Aytən əlini qaldırıb, aha, buyurun. Axşamınız xeyir olsun Arzu xanım. Axşamınız xeyir. Buyurun. Mən sizə bir sualım var idi. 1 yaş 5 aylıq uşaq var, qız uşağıdır. Uşaq 1 yaşı olanda 5-6 sözü tam sərbəst formada deyirdi. Daha sonra pedaqoji baxımsızlıqdan ama öz işini görən zaman uşağın əlinə telefon falan verir, belə. Uşaq o dediği sözlərin heç birini artıq deyə bilmir. 3-4 dəfə adını çağırandan sonra, 3-4 dəfədən sonra reaksiya verir və bəzən də fırlanan hərəkətlər var. Autizmin əlamətləri ola bilər 1 yaş 5 aylıq, amma 1 yaşında tam normal olub adına reaksiya veribdi, çağıran zaman geri dönüş edib baxıb da adları söz deyən zaman yəni təkrar edirmiş. Sonradan bu dəyişikliklər olubdu bu uşaqda. Yəni 4-5 ayda dəyişiklik olubdu uşaqda. O autizmin əlamətləri ola bilər. İndi belə bir şey deyim. Uşağın təkrarlanan nitqi dediğiniz kimi var, yoksa hərəkətləri, fiziki hərəkətlər təkrarlanır? Sadəcə olaraq dairə formasında evdə fırlanır. Oyun oynayan zaman. Bəs əvvəlcədən nitqi necə? Nitqi tam xəlis şəkildə var idi. Yəni 1 yaşında uşaq olub da, 1 yaşında uşaq nə qədər söz bilə bilər ki, maksimum 10 dənə söz bilə bilər. Bu uşaq da elə 1 yaşından əvvəl 6-7 söz deyə bilirmiş. Məsələn, nənə, baba, ata, qaqa bu sözləri deyə bilirmiş. Amma 1 yaşından sonra valideyn uşağa telefon verib, telefon verəndən sonra uşaq o sözləri deməyib, adını çağıran zaman heç bir reaksiya vermir. Yəni 4-5 dəfə çağırandan sonra çevrilib deyir, insana baxır. Komandaları yerinə yetirmir. Artıq 1 yaş 5 aylıqdır. Yəni bu 5 ay müddətində olub bu uşaqda bu hallar. Yəni uşaq hal-hazırda uşağın neçə yaşı var? 1 yaş 5 aylıq. 1 yaş 5 aylıq. Uşağın nevroloq həkimə aparılıbmı? Xeyr, logopeda məsləhət bildirlər. Logopeda deyib ki, yəni sinifdə olaraq nevropatoloqa müraciət edib sonra mənə gəlirlər. Təbii ki də əvvəlcə diaqnostika işi logoped, pedaqoq, psixoloqa düşmür. Onlar əvvəlcə nevroloqa aparılmalıdır. Sizin dediyiniz əlamətləri nəzərdən keçirsək, əvvəlcə baxdıqda nitq gözəl olduğu, yəni 1 yaşında artıq uşağın olması gözəl bir əlamətdir. Amma adına reaksiya verməməsi, emosional cəhətdən valideynlərlə, əsasən ailədə anası ilə, atası ilə necədir əlaqəsi? Tək ana ilə yatır, ana ilə yemək, ailə üzvlərindən heç kəsə qaynayıb qarışmır, yəni sosiallaşa bilmir uşaq qəti formada. Yəni yalnız anadan başqa heç kəslə, yəni kontaktı, göz kontaktı da qurmur.
Autizmin əlamətləri təbii ki də ilk növbədə nevroloqa yönləndirilməli. Diaqnostikası verildikdən sonra lazım olduqda loqopedə, lazım olduqda psixoloq və pedaqoqa mütləq şəkildə müraciət edilməlidir ki, korreksiya işi aparılsın. Konsultasiyada iştirak edilməlidir mütləq şəkildə. Başa düşdüm. Təşəkkür edirəm, çox sağ olun. Xoşdur, buyurun. Buyurun, Hünər xanım, deyəsən Hünər əlini qaldırıb, buyurun. Burada deyəsən yazmışsınız, onu cavablandırma onda. Məndə dərs yaddaşda qalmır. Məsələn, Azərbaycan tarixi dərsini oxuya bilmirəm. Ümumi tarix, coğrafiya, yəni bir sətir cümlə belə yadımda qalmır. Bu hal əslində bir çox insanlar üçün təşkil edir. Bu ya yaddaş probleminin olması ilə əlaqədardır. Yəni yadda salmaq kimi, yəni biz bilirik ki, psixi proseslərdə yaddaşın müəyyən funksiyaları var. Bu bəzi hallarda özünü göstərir. Bu normal bir formadır, amma siz özünüzü inkişaf etdirməlisiniz təbii ki də. Əgər mövzunun mahiyyətini, cümlə və cümlə mövzunun mahiyyətini başa düşmürsünüzsə, onu bitirəndən sonra zaten onun özünün mahiyyətini zaten başa düşməyəcəksiniz. Məsələn, mən bir cümlə oxudum, bir cümlənin mahiyyətini başa düşmədim. O biləri oxuyum, bəlkə o biləri başa düşdüm deyə oxuyub səhti yanaşsaz, təbii ki də yadınızda heç nə qalmayacaq. Və yaxud əzbərləmək, nəyisə əzbərləmək, elə də yadınızda heç bir şey qalmayacaq. Zaten əzbərləyib bir gün bir şey danışdım, səhərsi gün mütləq şəkildə sonra heç xatırlamayacaqsınız. Bəlkə də heç öyrənməmişəm formasında. Bəzən belə hallar da baş verir ki, əgər mətnin içərisində, yəni oxuduğunuz bir mövzuda, tarixi bir mövzu laf olsun, onun içərisində sizə yad olan, tanış olmayan, leksik mənası sizə aydın olmayan söz var, amma siz onu keçirsiniz, onu oxumursunuz, onun mənasını bilmirəm, olsun da bir baxırsınız ki, heç ümumiyyətlə tarixi mövzunun belə mahiyyətini başa düşmürsünüz. Budur. Yəni siz özünüzü əvvəlcədən ona yönləndirməlisiniz. Siz əsasən birinci mövzunun adının mahiyyətini, onun ardıcıllığını, yəni müəyyən bir sxem tərtib edib elə öyrənin. Sırf kitabdan əzbərliklə yox. Məsələn, mən özüm əlavə dərslər keçirəm Azərbaycan dili tarixdən, məsələn, Azərbaycan tarixi, Azərbaycan dili ümumi tarixdən. Müəyyən bir qrafaya əsasən. Mən demirəm ki, ged onu sən əzbərlə gəl mənə danış. Xeyr, cümlə və cümlə də istəmirəm, yadında nə qalırsa da istəmirəm. Sadəcə sən ona, sənə əsas lazım olan ardıcıllıqla onları öyrənməlisən. Daha sonra davranış pozuntusunun qarşısını almaq üçün praktik yanaşmaları hansılardır? Davranış pozuntusunun müxtəlif növləri var. Biz bilirik ki, davranış pozulması, avtoxuliqanlıq, digər hallar hər bir özünü göstərir. Davranış pozuntusunun qarşısını almaq üçün praktik yollarla nədən istifadə edə bilərsiniz? Misal nümunələrini canlı həyatdan çəkə bilərsiniz. Həmin uşağı sən davranış pozuntusularını get, bax, gör, o biri davranış pozuntusu uşağı necə eləyib, pis bir hərəkət eləyib, görsən sən pis insansan. Belə demək düzgün deyil. Sadəcə normal bir insan əvvəlcədə normal bir insan yanaşma tərzi ilə praktik nümunələrlə biz başqa insanlara misal çəkərək, onların pis əməllər törətdiyini göstərərək, hətta bədii əsərlərdən nümunələr çəkərək biz uşağı praktik cəhətdən davranış pozuntusunun az da olsa korreksiyasına köməkli göstərə bilərik. Məsələn, elə bədii əsərlərin özündə canavarın sürətini və yaxud necə deyim, yəni pis xarakterləri üstünlük təşkil edir, vurğulamaqla onun pis əməllərini, fikirlərinizi müəlliflər kimi bildirməklə uşağın davranış pozuntusuna az da olsa qaçılmasına. Bugün motivasiya olur elə uşaq. Yəni uşaq deyir ki, əgər uşaqda bu varsa, amma bunda azdırsa, onda çox olan birini ona misal çəkə bilər. Uşaq özünə, məsələn, bizim adətimiz özünə şükür edəcək ki, mən bundan heç olmasa bir azam da, yəni bu məndən də betərdir. Elə uşaqlar, belə deyim də, valideynlərində özlərini təsdiqləməyə çalışırlar daha çox. Üstəgəl də həmin uşaqlar valideynlərin özü təsdiqləməklə yanaşı, elədikləri bu hərəkətin yaxşı bir şey olduğunu düşünürlər. Əslində bu belə deyil, bunu uşaqlara başa salmaq lazımdır. Məsələn, mən dərsləri oxuyuram, sabahki günün müəllimə danışanda danışa bilmirəm. Bu əzbərçilikdir. Siz əgər özündən oxuyursunuz, yadınızda hə, bugün yadımda nəsə qalıb, yatım sabah danışaram. Və yaxud cümlə və cümlə əzbərlədim, sabah müəllimə onsuz danışacam, yatım. Və səhər danışanda yadınızdan çıxır.
Bu artıq əzbərçilikdir. Bu hallar özünü göstərir. Bu əzbərçilikdir. Buna yol verməmək lazımdır. Siz bayaq dediyim kimi müəyyən bir cədvəl tərtib edin özünüz üçün. Əsasları öyrənin, vacibləri öyrənin. Sizə tələb olunmur ki, xronoloji ardıcıllıqda bu ardıcıllığı deyin, ondan sonra onun özünü deyin. Yəni bu şərt deyil. Autizm spektr pozuntusu nədir? Autizm spektr pozuntusu bayaq dediyim kimi onun tam yaranması məlum deyil. Sadəcə ünsiyyət qurmaqda və davranış elastikliğinin inkişafında çətinliklər üzünü göstərir autizm spektr pozuntusunda və 1943-cü ildə ilk dəfə Leo Kanner tərəfindən autizm spektr pozuntusu bir sindrom olaraq irəli sürülmüşdür. Bir çox alimə görə beyində neyron çatışmazlıqları deyilir. Yəni bu rəsmi bir fikir deyil. Hətta istifadə edilən metodlar belə rəsmi deyil. Qoyulan diaqnostikada istifadə. Biz çox diaqnostika materiallarını işləsək, heç bir, bəlkə də çox diaqnostika materialında verilən sualların yarısı səhvdir. Yəni rəsmi formada təsdiq olunmuyor. Və sözləri çətin deyirəm. Məsələn, velosiped sözünü başqa cür oxuyuram. Nitqdə məsələn riyaziyyat şikəsadlısı çalışın ki, daha çox bədii əsərlər oxuyun, bədii fikirlərə daha çox yönəlin. Bir də çalışın ki, nitqinizi rabitəli nitq qurmağı bacarırsınızsa, bu oradan bir müsbət əlamət olaraq özünü göstərir. Bunda bilməyinizi istəyirəm. Amma çalışın ki, bədii əsərlər çox oxuyun. Mənasıza aiddir olmayan sözlərin dəfələrlə leksik mənasını araşdırın, elə öyrənin. Adi velosiped sözünü başqa cür oxuyursunuzsa, bu biraz məsələn dildə olan, dilaltı pərdədə olan, artikulyasiya aparatında olan problemlərlə əlaqədardır. Artikulyasiya aparatını inkişaf etdirmək üçün müəyyən masaj üsulları var. Əgər o üsulları bilmirsinizsə, adi tikanlı toplar olur. Təbii ki, uşaqların oynadığı adi tikanlı toplar olur. Adi tikanlı toplarla çənəyə, yanaqlara masaj etmək mümkündür. Artikulyasiya aparatını inkişaf etdirmək mümkündür. Yəni bundan istifadə edə bilərsiniz əgər artikulyasiya aparatınızda problem varsa. Yox, əgər problem sizin dilaltı pərdənizdəsə, o cərrahi bir əlamət özünü göstərir. Yəni mən buradan dəqiq fikir deyə bilmərəm. Bu cəhətdən siz əgər sözləri tamam bildirə bilirsinizsə, problem artikulyasiya aparatındadır ya da onda. Və sözləri çətin deyil. Spektr anlayışı nə deməkdir? Spektr anlayışı əslində bayaq dediyim kimi Leo Kanner tərəfindən təsdiqlənmişdir. Erkən uşaq autizmi. Yəni uşaqda 1 yaşından belə əvvəl qoyula bilən bir diaqnostik olduğu üçün sindrom kimi 1943-cü ildə adlandırılır. Disleksiya da ola bilər. Hərflərin gözdə dəyişməsi kimi o kimi görünür. Disleksiyanın sadəcə bir əlamətini biz disleksiya aid edə bilmərik. Siz əgər bayaq kimi hər halda cavablayırsınız da, velosiped sözündə məsələn siz onu deyib velosiped sözünü deyə bilmirsə, belə məsələn velosiped deyirsinizsə, məsələn düzgün tələffüz edə bilmirsə, bəzi hallarda bəli düz deyirsiniz. Disleksiyada daha çox uşaqlar hərflərini tələffüz etməkdə çətinlik çəkirlər. Amma əvvəlcədən biz ona disleksiya deyə bilmərik. Çünki biz əgər artikulyasiya aparatını masaj eləsək, artikulyasiya aparatını inkişaf etdirsək, görsə dəyişiklik varsa, bu disleksiyanın əlaqəsi yoxdur. Dəyişikliklər özünü göstərməlidir. Təbii ki də daha sonra adi qulaq çöpləri olur da, pambıqlı qulaq çöpləri. R hərfinin korreksiyasında məsələn, dilin alt hissəsinə qoyulur, dil üst damağa dəyən formada hərflərə uyğun olan sözlər təkrarlanmalıdır. Məsələn, sözün başında r, ortasında r, sonunda r olan sözlər təkrarlanır. Uşaq onu deməyə çalışmalıdır. Bu artikulyasiya aparatının inkişafına köməkli olar. Sizin iş yerinizi bilmək olar. Mənim iş yerim yoxdur. Mən hazırda zaten mən artıq 3-cü kurs tələbəsiyəm də, pedaqoji kollecində oxuyuram və 3-cü kurs tələbəsiyəm. Əlavə təhsilim də uşaq psixologiyası. Belə onlayn dərslər keçirəm sadəcə. Onlayn konsultasiya işi yaparım. Funksional disleksiya, o da ola bilər, bəli, o da ola bilər. Amma biz onu dəqiq, onun əlamətlərini tam olaraq görmədən, uşağı tam görmədən, onun artikulyasiya aparatının vəziyyətini görmədən biz ona dəqiq bir diaqnoz qoya bilmərik. Düzgün deyil. Başqa sualı olan kimsə varsa, səsini açıb danışa bilər, yaza da bilər, problem yoxdur.
Salam, axşamınız xeyir. ASP hansı yaş dövründə özünü göstərməyə başlayır? ASP, yəni autizm spektr pozuntusu. Bəli. Autizm spektr pozuntusu bayaq da dediyim kimi müxtəlif yaş dövrlərində özünü göstərir. Diaqnostikasından asılıdır. Diaqnostikası 1 yaşdan əvvəldə qoyula bilər. Əsasən 12-18 aylarda görülür. Yəni autizm spektr pozuntusu, amma biz uşaq artıq məsələn danışma mərhələsini keçdisə, 5 yaşına gəlir, uşaq bilirik ki, 5 yaşına qədər danışır. Autizm uşaqların bəziləri təbii ki də danışa bilir, monoton danışıq nitqi olur, bəziləri ümumiyyətlə danışa bilmir. Adi 2-3 yaşlarında uşağı biz onsuz zaten görə bilərik. Uşaq məsələn körpə uşaqdır, yatağın üstündə uzandırmısınız. Risk otağa girdikdə işığı yandırdıqda uşaq başlayır ağlamağa, müəyyən reaksiyalar verir, düzgün olmayan reaksiyalar verir. Biz burada da autizmin birinci əlamətini görə bilirik. Amma biz buna diaqnostika qoymaq üçün əvvəlcədən tam dəqiqliklə müşahidə etməliyik. Uşaq ana ilə və yaxud ata ilə emosional bağı yoxdur, ünsiyyət çətinlik çəkir, ünsiyyət qurmur demək olar ki, daha sonra nitqi kasadır, yəni monotonu zəifdir. Bəzilərində təbii ki də nitq ola bilər. Exalaliya gözlənilir. Yəni nitqi təkrarlama exalaliya adlanır. Məsələn, mən nə danışıram? Autizm uşaqda eyni üçün təkrar edir. Bir də əsas xüsusiyyətlərdən biridir ki, mən bayaq onu demədim, yaxşı oldu bu sualı verməyiniz. İkinci, üçüncü şəxslərin dilində danışırlar. Məsələn, o su istəyir və yaxud mən sən anlayışı olmur. Məsələn, deyir ki, Elxan su istəyir. Amma Elxan özü də deyir ki, mən məsələn su istəyirəm demir, Elxan su istəyir, Elxan kitabı gətirir, Elxan oxuyacaq. Məsələn, bu kimi nitq özünü də göstərə bilir. Yəni, bu halları müşahidə eləyiriksə, ilkin autizm əlamətlərini görmüş oluruq. Məsələn, bayaq bir xanım sual verdi, 1 yaş yarım uşağın əlamətlərini saydı. Bu artıq göz qabağındadır uşağın autizm əlamətləri olmağı. Autizmli əsas diaqnostik meyarları hansılardır? Bayaq dediyim kimi, əsas diaqnostik meyarları ilk görmə, yəni göz təmasından çəkinirlər, göz kontaktı qurmurlar. Gözünüzün içinə baxaraq danışma halları görünmür. Sonra başqalarına qarşı, necə deyim, laqeyd olurlar. Adi valideynlərinə qarşı belə laqeyd yanaşırlar. Ünsiyyət qurmurlar, emosional cəhətdən öz duyğularını anlamırlar. Məsələn, qəmlənəcək şeyə məsələn gülə bilirlər. Bu hallar özünü göstərə bilir. Daha sonra sosial olmurlar. Öz həmyaşıdları ilə olsun, qohumla. Bayaq dediyim ki, məsələn, içəri qohum gəlir, söhbət edir. Adi qonaq gəlir də evə. Uşaq məsələn qaçır, gizlənir və yaxud onun üzünü öpəndə sərt reaksiya verir. Aqressivlik özünü göstərir autizmli uşaqlarda. Bayaq dediyim kimi nitq olduğu kimi digər hallar. Başqa sualı olan varmı? Buyurun. Praktik cəhətdən müxtəlif üsullarla autizmi korreksiya edə bilərsiniz. Bu sizin öz metodlarınızdan irəli gəlir. Bir müəllim, pedaqoq, psixoloq, logoped olaraq fərqi yoxdur. Müəyyən metodlarla istifadə edərək siz uşağı korreksiya edə bilərsiniz. Bu mümkündür. Baxar uşağın dərəcəsindən. Autizm spektr pozuntusunun müxtəlif dərəcələri var. Adi yüngül dərəcəsi, sonra yüngül olmayan üst təbəqəyə daşınan müxtəlif problemlər artıq həddinə artıq gözə verən dərəcəsi var. Onlar müəyyən metodlarla korreksiya olunur. Bu da sizin özünüzün metodlarına baxır. Müəllimlərin, pedaqoqların, tərbiyəçilərin tətbiq edəcəyi sadəcə bir metod var deyə bir şey yoxdur. Suallar bitsə təlimi sonlandıra bilərik. Sualları kimin bitsə təlimi sonlandıraq. Yox, əgər varsa, buyurun. Təşəkkür edirik ətraflı izah üçün. Xoşdur, mənim üçün. Mən də sizə təşəkkür edirəm ki, təlimdə iştirak etdiyinizə görə.
olmuşdu. O zaman sual yoxdursa bitirək təlim. Oldu, hələlik özünüzə yaxşı baxın. Növbəti təlimlərdə görüşmək üçün. Təşəkkür eləyirəm Arzu xanım, minnətdaram. İştirak edən üzvlərimizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Buyurun. Çox sağ olun, hələlik. Sağ olun.